Salam, hər vaxtınız xeyir. Düz xətlər aid növbəti məsələyə baxırıq. Məsələdə deyilir ki, bucağın bir təpə nöqtəsi verilib, digər bucaqların kosinusları verilib, AB tərəfinin tənliyi verilib, üçbucağın digər iki tərəfinin tənliyini yazmaq tələb olunur. Biz burada AB tərəfinin tənliyini kx plus b şəklinə saldıq. 2x-2 şəklinə, y bərabərdir 2x-2 şəklinə yazdıq. Buradan görünür ki, AB tərəfinin bucaq əmsalı 2-yə bərabərdir. X-in əmsalına. Bizə kosinus A verilib. A bucağının kosinusu və B bucağının kosinusu. Kosinus A bərabərdir 2 böl kökdə 5. Buradan biz tangens, A bucağının tangensini tapa bilərik. Üçbucaq qaydasından və yaxud əsas trigonometrik eyniliklərdən istifadə edərək 1 plus tangens kvadrat alfa bərabərdir 1 bölünsün kosinus kvadrat alfadan. Üstüründən də tapmaq olar. Bərabər olacaq 1 bölünsün 2-yə. Kosinus B bərabərdir 5'də 3 verib. Buradan tangens B'ni 3'də 4 alarıq. BC tərəfinin tənliyini biz y bərabərdir K1x plus B1. AC tərəfinin tənliyini y bərabərdir K2x plus B2 şəklində axtaraq. BC tərəfinin BC düz xəttinin bucaq əmsalı K1, AC düz xəttinin bucaq əmsalı K2 oldu. İki düz xətt arasındakı bucağın tangensi, ötən videolarda demişdik ki, iki düz xətt arasındakı bucağın tangensi alfa bərabərdir K2 K1 bölünsün 1 plus K1 K2. Bunu adətən modulda da yazırlar. Modulsuz yazanda K1 çıx K2, K2 çıx K1, orada 2 bucaq əmsalı tapılır. Düz xəttin sağ və solunda ola bilər bu həmin düz xətlər. Alfa bucağı əmələ gətirən düz xətlər. Yəni burada K1 və K2-ni tapaq. Sonra düz xəttin bucaq əmsalının tənliyini yazarıq. Əvvəlcə K1'i tapaq. K1 çıx 2. Bu düz xəttin bucaq əmsalı K1'dir. Bu düz xəttin bucaq əmsalı 2'dir. K1 çıxılsın 2. Bölünsün 1 plus K1 vurulsun 2 bərabərdir. Bu düz xətlər arasındakı bucağın tangensinə. Tangens B-ni də tapdıq. 3'də 4. Sarpaz vursaq 3 K1 çıx 6 bərabərdir 8 K1 plus 4. Buradan mənfi 5 K1 bərabərdir 10'a. K1 bərabərdir mənfi 2 taparıq. Bu düz xəttin bucaq əmsalını tapdıq. Keçdiyi C nöqtəsi var. BC tərəfi C nöqtəsindən keçir. Bucaq əmsalını tapdıq. Biz düz xəttin bucaq əmsalı tənliyini yaza bilərik. Düz xəttin bucaq əmsalı tənliyi y çıx y0 bərabərdir Ku x çıx x0 şəklindədir. Tapdıqlarımızı yerinə yazaq. Y çıxılsın. Burada x0 mənfi 3'dür. Y0'dır 2. Y çıx 2 bərabərdir. K-nı mənfi 2 tapdıq. Mənfi 2 vur. X çıxılsın x0 üzərinə gəlir. Y bərabərdir. Mənfi 2x çıx 6 üzərinə gəl 2. Y bərabərdir. Mənfi 2x çıx 4. BC tərəfinin tənliyi y bərabərdir mənfi 2x çıx 4 şəklindədir. AC tərəfinin
tənliyi yazmağa çalışaq. Əvvəlcə K2-ni tapmalıyıq. K2-ni tapmaq üçün bu düz xəttin bucaq əmsalından çıxaram K2-ni. 2 çıx K2 bölünsün 1 plus 2 vur K2 bərabərdir. Bu düz xətlər arasındakı bucaq, yəni A bucağı. Tangens A lazımdır bizə. Tangens A-dır 2-də 1-dir. 2-də 1. Buradan K2-ni tapsaq 4 çıx 2K2 bərabərdir. 2K2 üstə gəl 1. 4 K2 bərabərdir 3-ə. K2 bərabərdir 4-də 3-ə. K2 bərabərdir 4-də 3. AC tərəfi də C nöqtəsindən keçdiyinə görə bucaq əmsalı var, keçdiyi C nöqtəsi var və yenə də düz xəttin bucaq əmsalı tənliyini yaza bilərik. AC tərəfinin tənliyini yazırıq. Yenə də x0 mənfi 3, y0 2-dir. Tənliyi də yerinə yazaq. Y çıxılsın 2 bərabərdir. K-nı tapdıq 4-də 3. Vurulsun, x çıxılsın, mənfi 3 üzərinə gəlir. Y çıx 2 bərabərdir. 4-də 3, x plus 4-də 9. Y bərabərdir. 4-də 3, x üzərinə gəl. 4-də 9, üzərinə gəl 2. Y bərabərdir. 4-də 3 x plus 4-də 8 plus 9 17. AC tərəfini tənliyini də yazdıq. 4-də 3 x plus 4-də 17.